Bu dəfə bir canlıya yenidən bir həyat bəxş etdik. Bu balaca iti günlərdir ki, yolun kənarında görürdüm və hər dəfə onu görəndə də ürəyim ağrıyırdı. Və sonda nəhayət olaraq ailəmi razı saldıqdan sonra onu sahiblənmək qərarına gəldim. Bəlli idi ki, kimsə yolun kənarına atmışdı. Həm ac, həm də çox zəif görünürdü. Biz də onu dərhal yemək verərək biraz özünə gəlməsini sağladıq. Heyvanlara bu qədər zülm verməsi və küçələrə atılmasını həqiqətən də bəzən anlaya bilmirəm. Öncə bizdən də qorxurdu, amma sonradan artıq alışmağa başladı. Daha sonra qaynanamla bərabər dərman vasitəsi onu çimizdirdik. Çox güman üzərində bit və yaxud da ki, birə ola bilərdi. Ardınca da yoldaşımı razı salıb onun üçün ev hazırlamağa başladıq. Düzdür, ilk başda iti sahiblənməyi istəmirdim, amma sonradan məndən daha çox maraq oyandı. Əlimizdə olan vasitələrlə onun üçün gözəl bir ev hazırlamaq istədik. Təbii ki, əsas önəmli olan onun özünü güvəndə hiss etməsi idi. Bunun üçün də əlimizdən gələn hər şeyi edəcəyik. Yatması üçün də isti bir yer hazırladıqdan sonra itimizin evi artıq hazır idi. Hər nə qədər heyvan türü olsa belə onu sahiblənmək də böyük bir məsuliyyət tələb edir məncə. Və siz belə bir halla qarşılaşsaydınız nə edərdiniz? Yorumda fikirlərinizi gözləyirəm.